Neandertal insan. Qədim daş dövründə tədricən əhalinin sayı artdı və onlar daha geniş əraziyə yayıldılar. İnsanlar indiki Naxçıvan, Qarabağ və Qazax bölgələrində məskunlaşdılar. Qədim insanların bədən quruluşunda, alətlərin hazırlanmasında, təsərrüfatında və həyat tərzində böyük dəyişikliklər baş verdi. Qədim insanlar yeni tipli əmək alətləri hazırladılar. Bu onların inkişafı ilə əlaqədar olaraq meydana çıxdı. İlk dəfə olaraq iti uclu alətlər hazırlandı. Bu, qədim insanların həyatında mühüm rol oynadı. Bu dövrdə fərqli insan tipi olan Neandertallar da yaşamışdı. Onlar yaşamaq üçün özlərinə açıq yaşayış yerlərində, mağaralarda və komalarda yer hazırlayırdılar. Neandertal yaşayış məskənində insanın kəllə sümüyü tapılmışdı. Neandertallar yaşayış tikililərini əsasən nəhəng heyvanların sümüklərindən və iri qaya daşlarından düzəldirdilər. Neandertal insanların əsas məşğuliyyəti ovçuluq olmuşdur. Lakin onlar təbiətin hazır nemətlərindən də istifadə etmişlər. Arxeoloji qazıntılar zamanı Neandertalların qəbirləri aşkar olunmuşdur. Deməli, Neandertal insanların dəfn mərasimi olmuş və artıq onlarda bəzi dini görüşlər formalaşmağa başlamışdır. Qədim insanlar müəyyən etmişlər ki, çaxmaq daşından istənilən formada əmək alətləri hazırlamaq olur. Azıq düşərgəsində yaşayan insanlar əmək alətlərini çaxmaq daşından hazırlamışlar. Azərbaycanda Neandertal adamın qalığı Bud sümüyü Urmiya gölü yaxınlığında Tamtama mağarasında aşkar edilmişdir. Bu tapıntı 40-50 min il əvvələ aiddir və ibtidai insanların Azərbaycan ərazisində ən qədim çağlardan davamlı yaşadığını sübut edir. Tamtama mağarasından çoxlu maral, öküz, at sümükləri də tapılmışdır.